Salam, bugün çox asan, ləzzətli ağızda əriyən kurabiyələr hazırlayacağım. Əgər maraqlıdırsa izləməyi unutmayın. Bir yumurtanın üzərinə yarım stəkan şəkər pudrası əlavə edib qarışdırıram. Qarışımın üzərinə 125 qram otaq temperaturunda yumşalmış kərə yağı, yarım armudu stəkanı bitki yağı əlavə edib bir daha qarışdırıram. Yarım çay qaşığı qabartma tozu, 1 çay qaşığı vanil, 3 stəkan unu əlavə edib xəmir yoğurmağa başlayıram. Xəmirdən 19-20 ədəd olmaqla balaca kündələr hazırlayıb bişirmək üçün soba listinə düzürəm. Gördüyünüz kimi kündələrin ortasında qaşıq yardımı ilə balaca oyuqlar açıram və öncədən isidilmiş 180 dərəcəlik temperaturda sobada bişirirəm. 150 qram südlü şokoladı buxar hamamında əridirəm və gördüyünüz kimi bişən kurabiyələrin ortasını əritdiyim şokoladla doldururam. Bu qədər asan və ləzzətli kurabiyədən hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Bu günlük bu qədər. Yeni videolarımda görüşənədək hələlik.